Qəbələnin mərkəzindən 15 dəqiqə məsafəsində, Qəbələ aeroportdan isə 6-7 dəqiqə məsafəsində olan 20 sot tikinti təyinatlı, 10 sot isə rəsmi bələdiyyə olan torpaq satışa çıxartmışam. Çox gözəl, şirin bir qiymətə, dəyərli izləyicilər. 20 sotu tikinti təyinatlıdır, kupça çıxarışlıdır. Arxa planda gördüyünüz kimi həqiqətən də düz deyiblər. Bağa baxarsan bağı olar, baxmasan dağ olar. Gördüyünüz kimi bu bağın səliqəsi həqiqətən də gözə oxşayır. Xatırladım ki, bu ərazidə qiymətlərimizi hər kəs bilir ki, asfaltın tam kənarındadır. Yəni real olaraq birbaşa gördüyünüz kimi Zalam kəndidir. Zalam kəndinin asfaltının tam kənarında 30 sotdur, 20 sot tikinti təyinat, 10 sotu kupça rəsmi bələdiyyədir ki, torpağımızın 1 sotunun qiyməti 20 sotunun 1 sotunun qiyməti 950 manata təşkil olunur. Ancaq 10 sotu bələdiyyə pay verilir. Ümumilikdə hesablasaq, dəyərləndirsək, bu ərazidə qiymətlərimiz 1200-1300 manata təklif olunan torpaqlardır ki, mən sizə bələdiyyənin pulu hesablanmır. Bələdiyyə sahibi tərəfdən pay verilir. Yalnız 20 sotunun alqı-satqısı və sotu 950 manata mən sizə təklif edirəm. Real alacaqsa qiymətdə də cüzi endirim olunacaq. Kimə bu torpaq maraqlı olsa səhifədə qeyd olan nömrə ilə əlaqə saxlaya bilərsiniz. İzləmədə qalın.